Aprel ayının 3-ü. Burada mən videolar çəkib paylaşıram. Ailəmin və evimin təhlükəsizliyi üçün çəkirəm, sosial medialarda paylaşıram ki, mənim öz səhifəmə, direktimə çox insanlar yazır. Bilmirəm şirkət tərəfindəndir, yoxsa kimlərdirsə yazırlar ki, sən şirkətlə prinsip aparırsan, çəkirsən, paylaşırsan. Şirkətlə çox prinsip aparmaqla başın ağrıyar, bədənin ağrıyar, ayaqların ağrıyar, nə bilim nə. Beləncə təhdidlər gəlir mənə. Mən Allahdan başqa heç kimdən qorxmuram. Nə də ki, mənim bu Alliance Development şirkəti ilə heç bir prinsipim yoxdur. Sadəcə olaraq mənim yaşadığım mülkümü qəzalı vəziyyətə saldıqları üçün, mənim mülkümü, ailəmi təhlükə altına atdıqları üçün mən çəkirəm, paylaşıram və sübutlar yığıram ki, sababı Yasamal rayon məhkəməsində işimiz tutardıqdan sonra apellyasiyası var, ali məhkəməsi var. Yuxarı stansiyalar var ki, onlara əlimdə sübut olaraq təqdim eləməyə video görüntülərim və şəkillərim olsun. Mən bu şirkətlə heç bir prinsip aparmıram. Sadəcə olaraq Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan konstitusiyasına, qanunlarına, ölkəsinə, prezidentinə, bayrağına, torpağına, millətinə, evinə, ailəsinə hörmət eləyən bir insan kimi öz haqqımı istəyirəm. Başqa da heç nə istəmirəm.